Demək, bir nəfər yazıb ki, xəstəliyi heç həkimlər belə insanlara anlatmamışdı. Sağ ol qardaş. Bilirsiniz niyə anlatmır həkimlər? Çünki hərəsi bir sahə üzrə həkimdir. Biri ürək həkimidir, biri ağciyər həkimidir, biri mədə-bağırsaq həkimidir, biri belə deyim də androloqdur və s. xəstəliklər üzrə həkimdir. Ağciyər həkimi belə deyim də mədə-bağırsağında problem olanda yenə həkimə gedəcək. Böyrəyində problem olanda yenə həkimə gedəcək. Ürəyində problem olanda yenə həkimə gedəcək. Amma mən yox. Mən bütövlükdə orqanizmi tanıyıram. Mən öz orqanizmimi övladımdan yaxşı tanıyıram. Bilirəm ki, ona nə lazımdır. Ona nə versəm, o da mənə verəcək. Gözəl söz yazmışsınız, ona görə açıqlama verdim sizə. İnsan o halda sağlam olur ki, tam sağlam olur ki, özü özünün həkimi olanda. Bunu yaddan çıxartmayın heç bir zaman. Girin səhifədə baxın sağalan insanlara. Mən həkim deyiləm. Görün, nə qədər insan sağalıb. Bir xərçəng xəstəsi həm özünə, həm ailəsinə, həm də dünyaya belə deyim də fayda verdi. Bir də bunu dərk eləyin, xahiş edirəm hər birinizdən. Allah üçün eləyirəm mən, Allah üçün.